Bismillahirrahmanirrahim. Salamlayıram sizi dəyərli izləyicilər. Ömrümüzün baharı Ramazan adlı proqramda bugün Ramazan ayının 17-ci gününə təsadüf edir. Və ötən dəfə sizə söz vermişdim ki, şəhadətlə bağlı olan Ayətullah Xamneyinin sözlərini və sifarişlərini qeyd edəcəm. Bizə çox müraciət olunur. Ümumiyyətlə, həmişə ədalətsevər, azadlıqsevər insanlar adi bir ölümün ardıcı olmurlar. Mübarək ölüm diləyirlər özləri üçün. Əlbəttə, dualarımızda mütləq bunu da qeyd etməliyik ki, necə ki, həyatımız üçün bərəkət diləyirik, ölümümüz üçün də bərəkət diləyək ki, mübarək və bərəkətli ölüm o ölümdür ki, insan həyatdan da köçəndə onun hətta yaşayış tərzi necə insanlara təsir qoyurdusa, ölüm tərzi də və dünyadan getməsi də insanların qəlbinə, ruhuna, cisminə təsir qoysun və insanların hidayətinə səbəb olsun. Necə ki, Ayətullah Şəhid Xameneyi də bu cür dünyadan getdi şəhadətlə və onun ölümü İslam ümməti üçün böyük hüzün gətirsə də, biz baxırıq bütün dünyada müsəlmanlar müxtəlif ölkələrdə ayağa qalxıblar və onun əzadarlığını keçirdirlər, yolunu davam etdirməyə söz və vədə verirlər. Sözsüz ki, bizim də yaşayış tərzimiz bu yolla olmalıdır. Bu addımla, bu izlə olmalıdır. Çünki bizim imamlarımız bu şəkildə yaşayıblar və bu şəkildə dünyadan köçüblər. Şəhadət barəsində qeyd etmişdik ki, bir çoxları ki, şəhadət aşiqidirlər, bu haqq yolun aşiqidirlər, sözsüz ki, özləri üçün adi bir ölüm tələb etmirlər və həmişə şəhadətlə bağlı suallar verirlər. Mən istəyirəm məhz Ayətullah Xameneyinin öz göstərişlərindən sizə qeyd edim ki, keçən dəfə də qeyd etdim ki, şəhadətin tərifi barəsində belə buyururlar. Şəhid, yəni ən böyük sərmayəsi olan həyatını, canını, mənəvi dəyərlər üçün, müqəddəs və ilahi hədəflər üçün qurban verib öldürülən şəxs, Allah yolunda öldürülən şəxsə deyilir. Yəni, hər öldürülən şəxs də şəhid hesab olunmur. Mütləq və mütləq nişanələri var və bəzi göstərişlər var ki, onlara əməl olunmalıdır və bunlar bizim İslami mənbələrdə qeyd olunubdur. İlahi hədəflərə xidmət edən taciranə ölümə şəhadət deyilir. Yəni, ticarət sırf Allahın özü ilə olur. Bütün yaşayış tərzi, bütün davranış, addımlar, hədəflər hamısı Allaha və Allah yoluna xidmət edir. Allah Taala da bunun müqabilində, yəni şəhidin fədakarlığı müqabilində böyük bir mükafat verir. Hansı mükafat? Mükafat bundan ibarətdir ki, Allah Taala şəhid olan şəxsi və onun hədəflərini, onun yolunu icazə vermir ki, unudulsun, unutmağa qoymur və həmişə şəhid qəlblərdə yaşayır. Şəhid olmağın, Allah yolunda şəhid olmağın xüsusiyyətləri məhz bundan ibarətdir. Yəni, Allah Taala bu şəxsin məhəbbətini qəlblərə salır. Əslində, düşmən özü də bilmədən böyük bir xəta edir. Necə ki, Aşura günündə şeytan İmam Hüseynin şəhadətindən sonra fəryad etməyə başlayır. Mənbələrdə yazılıb və qeyd olunub. Fəryad etməyə başlayır və şeytanın ordusu fəryad etməyə başlayır. Ondan soruşurlar, sual verirlər ki, ətrafında olan öz dəstəsindən olan iblislər sual verir ki, nə üçün sən bu qədər narahatsan? Axı, sən indi şad olmalısan. Orada şeytan cavab verir, deyir ki, elə bir hadisə baş verdi, elə bir şəxsin qanı axıdıldı ki, onun ölümü dirisindən daha qorxuludur. Onun dünyadan getmiş forması, yəni şəhadətə yetmiş forması onun dirisindən daha qorxuludur. İndi onun şəhadətə yetməsi, yəni İmam Hüseynin şəhadətə yetməsi bahis olacaq ki, insanlar daha çox onun yolunu davam edəcəklər və daha çox möhkəm şəkildə bu yolda dayanacaqlar, müqavimət göstərəcəklər. Və onun üçün də şeytan üzgün idi və fəryad edirdi. Məhz pak insanların, düzgün yolda, haqq yolda yaşayan və mübarizə aparan insanların da şəhadətə yetməsi bu cür olur. Allah Taala icazə vermir ki, onlar unudulsun və onun qanı yerə yox, insanların damarlarına, qəlblərinə axır və bahis olur ki, insanlar daha çox bu yola rəğbət göstərsinlər. Necə ki, biz bugün müşahidə edirik ki, bir çox insanlar agahlıqla üzləşir və bu yolda addımlamağa çalışırlar və onun yolunu diri saxlamağa çalışırlar. Sözsüz ki, biz şəhadəti, biz mübarək ölümü imamlarımızdan öyrənmişik.
və biz şəhadəti sözsüz ki, arzulayanlardanıq və eləcə də bizim izləyicilər də həmçinin. Allah Taala da bu məhəbbəti insanların qəlbinə salır, şəhadət eşqini insanların qəlbinə salır və əgər hər kim istəyirsə ki, şəhadətlə dünyadan keçsin, sözsüz ki, onun öz yolları var, öz şərtləri var ki, onlara əməl etmək lazımdır. Allah yolunda ölənlər əslində diridirlər Quranın deyiminə əsasən. Müqəddəs hədəflər uğrunda, vacib olan hədəflər uğrunda yola çıxmaq və bu yolda öldürülmək böyük insanların işidir. Hər öldürülmək qeyd etdiyi ki, şəhadət hesab edilmir. Allah yolunda ixlasla, rəşadət göstərərək, mübarizə aparaq çalışıb öldürülən şəxs şəhiddir. Amma şəhidin xüsusiyyətləri var ki, şəhidlərin bir neçə xüsusiyyətləri var. 3 istiqamətdə, 3 mövzu ətrafında danışacaq ki, birincisi şəhidlərin xüsusiyyətləri fədakarlıqdır. Ola bilər ki, bəzilərində belə bir düşüncə formalaşsın ki, Ramazan ayında niyə görə məhz bu mövzuda biz danışırıq? Gedişat belə getdi ki, bu mövzunu tələb olundu və biz bu mövzuda danışmağa davam edirik. Və o yüzden də qeyd edim ki, ümumilikdə Ramazan ayının işi, Ramazan orucunun işi insanları yetişdirmək, insanların iradəsini möhkəmləndirməkdir. Məhz şəhid kimi yaşamağı insanlara öyrətməkdir. Bugün biz baxırıq ki, dünyada 2 ordu mübarizə aparır. Bir tərəfdə məhz əli uşaq qanına batmış, qarnı uşaq əti ilə dolu olan, günahsız qız uşaqlarının əti ilə dolu olan dəstə və şeytan dəstəsi, ikinci dəstə isə ağzı oruclu, əli Quranlı, İmam Zamanı çağıraraq, İmam Zamanı səsləyərək, ac və susuz, sübhdən axşama qədər İslam üçün və Allah yolunda çalışan şəxslərdir. Yəni, haqq və batil o qədər aşkardır ki, vay olsun o kəslərin halına ki, onlar öz yollarını hələ də seçə bilmirlər. Məhz Quranın, hədislərin deyiminə əsasən şəhidlərin bu həyatdaykən bəzi xüsusiyyətləri olub ki, biz bunu onların həyatına baxanda müşahidə edirik. Bu özü bir ruzidir ki, biz bunlarla tanış olaq və bu istiqamətdə öz həyatımızı davam etdirək ki, haqq yolda özümüzü inkişaf etdirək və özümüzü onlara yetirək inşallah. Şəhidlərin xüsusiyyətləri, birinci öz xüsusiyyətləri bundan ibarətdir ki, ən birinci xüsusiyyətləri fədakarlıqdır. Fədakarlıq, yəni onlar özlərindən keçirlər, ailələrindən keçirlər, yaşayışlarından, dünya həzlərindən və ləzzətlərindən keçərək onlar İslam üçün Allah yolunda çalışırlar. Və qeyd edim ki, hətta biz Aşuranı araşdıranda, necə ki, bugün düşmən bizi məruz qoydu ki, Ramazanımızı Aşuraya çevirdi və Ramazan ayında biz məcbur qaldıq ki, Aşura hadisələrinə toxunaq. İnsanların qəlbinin sevincini əllərindən aldılar. O yüzden biz Aşuradan danışırıq indi və Aşurada biz baxdığımız zaman görürük ki, cavan, qoca, yaşlı, uşaq, böyük, qadın, kişi fərqi yox idi. Hər bir təbəqədən, hər yaşda insanlar var idi. Məxsusən də cavan qadınlar var idi ki, öz həyat yoldaşlarını döyüş meydanına, İmam Hüseynin yolunda döyüşməyə, Allah yolunda döyüşməyə yola salırdılar. Və onların tək istəkləri bu idi ki, şəfaət, bizə də şəfaət elə. Və sözsüz ki, o xanımların da arzuları var idi, istəkləri var idi. Amma onlar öz gəncliklərindən, öz arzularından keçdilər Allah yolunda. Öz həyat yoldaşlarını göndərdilər döyüş meydanına, İmam Hüseynin uğrunda şəhadətə yetişərək əbədi səadətə qovuşdular. Onlar öz fədakarlıqlarını göstərdilər. Tarix boyu biz araşdırdığımız zaman, məsələn Ramazan ayında da biz İmam Əli əleyhissalamın şəhadətinə yetişəcəyik və İmam Əli əleyhissalamın şəhadəti də bunu tələb edir ki, biz onun fədakarlığından danışaq, ümumiyyətlə şəhidlərin fədakarlığından danışaq. Şəhidlər fədakar idilər, necə ki bizim imamımız fədakar idi, necə ki bizim vəli fəqihimiz fədakar idi. Öz həyatından keçmişdi, rahatçılığından keçmişdi İslam ümməti üçün. İkinci xüsusiyyətləri öz şəxsi istək və hisslərindən ürək qopardarlar. Əgər insan dünyadan ürək qoparmasa, şəxsi hisslərindən, ləzzətlərdən ürək qoparmasa, bu cür mübarək ölümlə üz-üzə gələ bilməz.
öz şəxsi istək və hisslərindən ürək qopardmışlar. Onların da öz yaxınlarına məhəbbətləri var idi, hissləri var idi, istəkləri var idi. Amma öz istəklərini digər insanların istəklərinə fəda etmişdilər. Üçüncü xüsusiyyətləri ixlas və Allah yolunda hərəkət etmələridir. Yəni onların addımları, niyyətləri sırf Allah üçün idi. Biz Ramazan ayının əvvəlində də danışmışdıq. Əziz izləyicilərimiz sual vermişdi ki, necə edək ki, həyat tərzimiz dəyişsin və biz həqiqi oruç tutanlardan olaq. Oruc bizə təsir qoysun. Məhz başlıca məsələ niyyət idi. Yəni ixlaslı olmaq, xalis niyyətlə çalışmaq. İxlas və Allah yolunda hərəkət və addım atmaq fərqi yoxdur. Hər hansı təbəqədə olsaz, hər hansı işin, sənətin sahibi olsaz, əgər niyyətiniz Allah yolunda çalışmaq olsa, siz onlarla eyni cərgədə və dəstədə olacaqsınız. Yəni şəhidlərlə eyni dəstədə və cərgədə olacaqsınız inşallah. Dördüncüsü, iman, təqva və mənəvi qüdrətə sahib olmaq idi. Yəni, şəhid olan şəxslərin əksəriyyətinin həyatını biz araşdırdığımız zaman görürük ki, onlar imanlarını inkişaf etdirmək üçün təqva üzərində çalışırdılar və mənəvi qüdrətə sahib idilər. Çox yüksək bir mənəviyyata sahib idilər. Bəs deməli, istəyiriksə bu yolu davam edək, imanımızı artırmalı, təqvamızı artırmalı və mənəvi qüdrətə sahib olmalıyıq. Mənəviyyatımızın üzərində çox çalışmalıyıq ki, Ramazan ayı da məhz bunun üçündür. Beşinci nöqtə, onun şəhidlərin xüsusiyyətlərindən dini anlayış və dindarlıq məsələsi idi. Yəni onlar, hətta biz şəhadət məsələsinin tərifini tapmaq istəyəndə, şəhadəti tərif etmək istəyəndə baxırıq ki, yalnız dində tərif olunub, Qurani Kərimdə tərif olunub və dini mənbələrdə tərif olunubdur şəhadət. Baxmayaraq ki, bütün millətlərdə, bütün ölkələrdə hər bir ölkənin özünə uyğun, yəni vətəni uğrunda çalışan, şəhadətə yetişən şəxslərə şəhid adı verilir. Amma bunun tərifi sırf dində və Qurani Kərimdədir. Dini anlayış və dindarlıq məsələsi önəmli olmalıdır bu şəxslər üçün. Önəmli olub bu şəxslər üçün. Yəni, dini anlayışları olub, dini anlamağa çalışıblar və dindarlıq üzərində çalışıblar. Yəni, inanc və etiqad üzərində çalışıblar. 7-ci nöqtə məsumlardan nümunə götürməkləri idi ki, onların ən böyük nümunəsi məsumlar idi. Yəni, Peyğəmbər, Həzrəti xanım Fatimə Zəhra və 12 imam. Onların həyatından örnəyi və nümunə götürürdülər və bilirik ki, bizim hətta anamız Həzrəti xanım Fatimə Zəhra şəhadətlə dünyadan köçüb və ondan sonraki imamlar dünyadan şəhadətlə köçüblər, mübarək ölümlə dünyadan gediblər. Sözsüz ki, onlar ayaq izlərini İmam Əli əleyhissalam kimi şəxsin ayaq izlərinə qoyurdular deyə yolları, yaşayış tərzləri onların yaşayış tərzi kimi oldu və şəhadətləri də məhz onlar kimi oldu. Ölümləri də onların ölüm tərzi kimi oldu. Məsumlardan nümunə və örnək götürmək, onların həyat tərzini mütaliə edib, onların yaşayış tərzini həyatımızda tətbiq etmək lazımdır. 8-ci nöqtə, məntiqli və ağıl üzərində, düşüncə üzərində addım atmaq və hərəkət etmək. Yəni, həyatımızı hisslər üzərində qurmayaq, məntiq və ağıl üzərində qurmağa çalışaq ki, yolumuzu sabit qədəm olaraq irəli apara bilək, addımlaya bilək. Və 9-cu isə vəzifə tanımaq, yəni vəzifəsini tanımaq və proqram üzərində hədəfə doğru davamiyyətli addım atmaqdır ki, İmam Əli əleyhissalamın da buyruqlarında qeyd olunur ki, böyük amma bir dəfə görülən işdənsə, az və davamiyyətli görülən işlər daha səmərəlidir, daha məqsədə uyğundur. Əgər şəhadət arzusundayıqsa, mübarək ölümlə, mübarək yaşayış tərzi ilə yaşamaq istəyiriksə və dünyadan getmək istəyiriksə, bəs biz öz vəzifəmizi tanımalıyıq və hədəfli olaraq proqram üzərində çalışmalı və davamiyyətli olmalıyıq. Necə ki, şəhidlər bu cür addımlayırdı. Necə ki, imamlarımız bu cür yaşayış tərzi ilə yaşayırdılar. 10-cu nöqtə isə özünü tanımaq və agah məsələsidir. İlk növbədə öz mənfilərimizi və müsbətlərimizi tanıyaq və zəif nöqtələrimizin üzərində çalışaq, qüvvətləndirməyə çalışaq onları və agah olmağa çalışaq. Düşmənin fitnə və fəsadlarına uymayaq, düşmənin dəyirmanına su tökməyək, düşmənin ocağını yandırmayaq inşallah.
Mən gələn dəfə inşallah ki, şəhidlərin və şəhadətə yetişən şəxslərin cəmaata nisbətdə xüsusiyyətləri barəsində danışacağam inşallah. Bu günlük şəhidlərin fərdi xüsusiyyətləri barədə qeyd etdim və bununla kifayətlənirəm. Allahdan diləyirəm ki, bu günlərdə inşallah ki, sizin oruc və namazlarınızı, ibadətlərinizi qəbul etsin, əzadarlıqlarınızı qəbul etsin inşallah və bizi bu yolu, haqq yolu davam edənlərdən qərar versin. Sağ olun, salamat qalın.